Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Hər birinizi salamlayıram, əziz izləyicilər. Sizləri ilahi xitablar verilişindən xoş gördük. Bugünkü mövzumuz Nisa surəsinin 43-cü ayəsi barəsindədir. İlk olaraq ayənin tilavətini dinləyək. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. يا أيها الذين آمنوا لا تقربوا الصلاة وأنتم سكارى حتى تعلموا ما تقولون ولا جنبا إلا عابري سبيل حتى تغتسلوا وإن كنتم مرضى أو على سفر أو جاء أحد منكم من الغائط أو لامستم النساء فلم تجدوا ماء فتيمموا صعيدا طيبا فامسحوا بوجوهكم وأيديكم إن الله كان عفوا غفورا. Bəli əzizlər, Nisa surəsinin 43-cü ayəsində Allah Teala cəmiyyətdə yayılmış mənfi bir xəstəlik barəsində danışır. Bu xəstəlik də şəraba düşkünlük, asılılıqdır. Bildiyiniz kimi Allah Teala Qur'an-ı Kərimdə hər hansı bir cəmiyyətdə yayılan pis bir əməli aradan qaldırmaq istəyirsə, mərhələli şəkildə bu prosesi aparır. Mərhələli şəkildə bunu aradan qaldırmaq istəyir. Cəmiyyətdə yayılan, adət olan bir məsələ anidən götürülə bilməz. Anidən onun qarşısını almaq olmaz. Bəlkə mərhələli şəkildə. Niyə görə? Çünki Allah Teala istəyir, insanlar düşünərək bu işdən çəkinsinlər. Anidən hər hansı bir şeyə qadağa qoyulursa, ola bilsin bir insan bu qadağanın mahiyyətini başa düşməsin, ona etiraz etsin. Amma tədrici olan qadağa insanın düşüncəsinə yönəlir. Yəni, insan düşüncəsi üstə qalxdıqca bu qadağanın mahiyyətini anlayır. Şərab içmək məsələsi də bu formada Qur'anda vurğulanıb. Bildiyiniz kimi, cahiliyyət dönəminin insanları şərab düşkün idilər. Hətta bir deyim var ki, ərəbin bir şeiri, bir də şərabı olsun bəsidir. Yəni, onlar olduqca bu məsələyə düşkün idilər. Düşkün cəmiyyəti bu uçurumdan çıxarmaq üçün Allahın əsas göstərişi tədricilikdir. Tədricən onları şərab içməkdən uzaqlaşdırdı. Dediyim kimi, anidən qadağa qoysaydı, ola bilsin bəzi insanlar etiraz edərdi və yaxud hazır olmazlar. Amma insanların iman səviyyəsi, düşüncəsi, ilahi əqidələri möhkəmləndikcə
Allahın bu qadağalarının mahiyyətini başa düşürlər. Buna görə də ümumi olaraq Qur'an-ı Kərimdə şərab, sərxoşluq haqqında 4 kateqoriya bölünən ayələr var. Mən istədim qısa olaraq bunlara işarə edim. İlk olaraq Allah Teala şərabı vurğulayarkən onu gözəl ruzunun qarşısında yer alır. Nəhl surəsinin 67-ci ayəsində Allah Teala buyurur ki, xurma və üzüm ağaclarının meyvələrindən məst edici mayələr əldə edirsiniz və həmçinin onlardan gözəl və pak ruzlər alırsınız. Yəni bir xurmadan sən həm şərab ala bilərsən, həm ondan pak və gözəl ruzi. Allah Teala sözünün davamında buyurur ki, həqiqətən bunda öz ağlını işlədən bir dəstə üçün nişanə vardır. Allah demək, şərabı ilk olaraq çirkin, pis ruzi adlandırır və eyni zamanda onun qarşısında gözəl bir ruzi. Allah Teala xurmanı, üzümü bu gözəl istifadə üçün yaradıb, nəinki şərab üçün. İlk olaraq bunu vurğulayır. Daha sonra Bəqərə surəsinin 219-cu ayəsində Allah Teala onun faydasına işarə edərkən, faydasının az olduğunu, ziyanın daha çox olduğunu vurğulayır. Deyə bilərlər ki, şərabın faydası var, iqtisadi faydası var, satır ondan gəlir əldə edilir. Bunu Allah Teala inkar etmir. Amma bunun faydasının az, ziyanının daha çox olduğunu vurğulayır. Bəqərə surəsinin 219-cu ayəsində Allah Teala buyurur ki, Yəsəlunəkə ənəl xəmir vəl-məysir. Səndən şərab və qumar barəsində soruşurlar. Ya Rəsulum, de, o ikisində böyük günah və insanlar üçün maddi mənfəət vardır və onların günahı mənfəətlərindən böyükdür. Yəni, günah, ziyan mənfəətlərindən daha çox böyükdür. Yəni, fərdə vurduğu ziyan, cəmiyyətə vurduğu ziyan, onun ələ gətirdiyi gəlirdən daha çoxdur. İndi insan yenə də öz ağlını işlətməlidir. Allah Teala buyurur ki, şərabda mənfəət var. Amma onun ziyanı mənfəətindən daha çoxdur. Üçüncü halda isə iman əhlinə xitab edərək buyurur ki, sərxoş halda olan da namaza yaxınlaşmayın. Yəni, bəhs etdiyimiz Nisa surəsinin 43-cü ayəsində. Allah Teala dini məsələləri artıq sərxoşluqdan ayırır, qadağaları gətirir öz ibadi məsələlərinə. Allah Teala bu hissədə iman gətirənlərə xitab edərək buyurur ki, Yə əyyuhəl-ləzīnə əmənu, lə təqrəbus-sələt və əntum suqara, hətta tə'ləmu ma təqulun. Ey iman gətirənlər, sərxoş halda və nə dediyinizi bilənə kimi namaza yaxınlaşmayın. Burada iman gətirənlərə xitab edərək artıq onları sərxoşluqdan uzaqlaşdırır. Nəhayət 4-cü mərhələdə Allah Teala ümumi olaraq bütün cəmiyyətlərdən, İslam cəmiyyətindən şərabı qadağa edir və onu günah adlandırır. Maidə surəsinin 90-cı ayəsində yenə iman gətirənlərə xitab edərək buyurur ki, ey iman gətirənlər, həqiqətən şərab, qumar, bütlər və qumardakı püşk oxları nəcis və murdardır və şeytanın işindəndir. Odur ki, onlardan uzaq olun, bəlkə nicat tapasınız. Demək, Allah Teala şərabın, sərxoşluğu mərhələli şəkildə aradan aparmağı öz məqsədi, siyasəti bilmişdir. Və eyni zamanda dediyim kimi, bu mərhələlər insanın düşüncəsinə, insanın dünya və axirət baxışına yönəndir. Bir insanın düşüncəsi böyümərsə, onun yalnız baxışı maddi baxış olarsa, təbii olaraq bu mərhələlər ona heç bir təsir etməz. Allah Teala davamında buyurur ki, hətta tə'ləmu ma təqulun. Hətta o zamana qədər ki, nə dediyinizi başa düşəsiniz. Bəzi insanlar, bəzi müfəssirlər müxtəlif hədislərə əsasən bu hissəni başqa bir formada təfsir etmişdilər. O da bundan ibarətdir ki, bəzən məslik şərabdan doğmur. Bəlkə cəhalətdən, həsadətdən doğur. Cahil insan, həsud insan, həsadətli insan da
sanki məst olan insan kimidir. O da nə dediyini bilmir. Belə bir insanın namaza mənəvi olaraq yaxınlaşmasına sanki Allah Teala icazə vermir. Şeyx Bahayi rəhmətullah bu ayənin təfsirində buyurur ki, hətta bir insan namazının sözünün mənasını bilmirsə, o da namaza yaxınlaşmamalıdır. Çünki Allah Teala buyurur ki, nə dediyinizi bilməyənə qədər namaza yaxınlaşmayın. Buna görə insan təbii olaraq bunlar şər'i cəhətdən deyil, bəlkə insan mənəvi cəhətdən bir vəzifə bilməlidir ki, qıldığı namazın sözünü bilməlidir. Nə deyirəm, Allahla nə danışıram, hansı kəlmələri ifadə edirəm. Ona görə Şeyx Bəhayi buyurur ki, hər bir insan namazın sözlərini bilməlidir bu ayə əsasən. Ayənin davamında qusul və dəstəmaz barəsindədir. İnşallah bu barədə Maidə surəsinin 6-cı ayəsində siz əzizlərlə müzakirə edəcəyik. Deyə mən burada onlara toxunmuram. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.